Herkese salam, kanalıma və videoma xoş gəlmisiniz. Mən Zülfü Qarlayan. Bu günləri sizin üçün mən bir günlük dərs vlog çəkəcəm. Uzun zamandır video ata bilmirdim, çünki dərslərimlə başım qarışmışdı. İndi gəlin keçək videoya. Əvvəlcə mən fizikadan başlamaq istəyirəm. Ev tapşırıqlarımı eləyəcəm. Biz artıq çevrə üzrə bərabər sürətli hərəkətdəyik. Siz hansı mövzudasınız? Şərhlərə yazın bilək. Dostlar, burada gördüyünüz üzrə fizikanı işləyirəm. Mənə görə biraz fizika çətindir, amma əslində onun bəzi düsturları var. Onları biləndə həqiqətən fizika o qədər asan olur ki, yəni onun heç çətinliyindən əsər əlamət qalmır. Sadəcə onu anlayana qədərdir. Və sizcə fizika necə fəndir? Şərhlərdə yazıb bildirərsiniz. Gəlin biraz məktəbdən danışaq. İlk gününüz necə keçdi? Dərslər necə gedir? Ümumiyyətlə maraqlıdır. Yəni məncə maraqlıdır əslində. Çünki mən artıq qiymətlər alanda 5'lərimi almışam. Əslində mən bu videoda bu ilki planlarımdan danışmaq istəyirdim. Bu il belə bir planım var ki, sizdən də bildiyiniz üzrə 11-ci sinifin buraxılış imtahanına hazırlaşırıq. Və mən də indi 10-cu sinifəm. İndidən bütün mövzuları başlamışıq keçməyə. Mən belə bir planım var ki, bu il bütün mövzuları çox yaxşı bir şəkildə öyrənim və gələn il mənim oxuyanda hamısını deyim ki, hə, mən bunu bilirəm, mənim üçün təkrar olsun. Yəni %100 bir şəkildə bilim, mənim üçün təkrar olsun və imtahana da artıq gedəndə rahat olum ki, mən bunları bilirəm, həyəcanlanmaq olmasın. Siz necə eləyirsiniz? Nə düşünürsünüz bu haqda? Biraz şərhlərdə yazın, bilək.
mən biraz ingilis dilindən danışmaq istəyirəm. Bu ilki planım budur ki, bu il mən ingilis dilindən sözləri yaxşı öyrənim, qrammatikanı mükəmməl bir şəkildə öyrənim, reading, listening, writing, ən əsası essedir. Onların hamısını mən mükəmməl bir şəkildə öyrənim və imtahana indidən hazır olum. Yəni imtahana indi getsəm 500 kəsə biləcəyim bir balda olum. Gələn ildə mən bunları təkrar öyrənim və inşallah 650-ni keçim. Biraz da Azərbaycan dili haqqında danışaq. Azərbaycan dilini mən çox sevirəm. Sadəcə mənim mətn üzrə biraz qüsurlarım var. Mətni işləməkdə çətinlik çəkirəm. Əslində ən asanı da məncə mətndir, amma yəni mən orada niyə səhv edirəm, onu təkmilləşdirməyə çalışıram. Qrammatikam amma yaxşıdır. Qrammatika asandır. Onu öyrənib tətbiq eləmək çox asandır.
keçək riyaziyyata. Riyaziyyatı mən çox sevirəm, hətta həddindən çox sevirəm. Bildiyiniz üzrə də mən riyaziyyat müəllimi olmaq istəyirəm, inşallah. Deməli, mən riyaziyyatı nə qədər sevirəm, amma 9-cu sinifin buraxılış imtahanında həyəcanlanıb 5 dənə texniki səhv eləmişəm. Buna görə də mən 76 bal yığdım. Təəssüf ki, bəli, nəhayət mən fizikanı bitirdim. İndi keçəcəm riyaziyyata. Biraz kimya haqqında danışmaq istəyirəm. Kimya bəlkə də bəziləriniz üçün çətin fəndir. Amma məncə hələ ki, yəni mənim üçün asan fəndir. Çünki hələ çətin mövzulara keçməmişik. Məncə hələ ki asan fəndir. Amma iləriki təəssüratlarımı digər videolarda paylaşacağam. Keçdiyimiz mövzulara görə hələ ki mənə elementləri bilmək və əsasən də keçdiyimiz mövzuların qaydalarını bilmək bəs eləyir. Əslində bütün dərslərdə asandır, amma hər birinin öz çətinliyi var. Demək istədiyim budur ki, qaydanı bilən üçün hər şey asandır. Amma qaydanı ki oxumadın, testi qaydadan baxa-baxa yazdın, bu ən böyük səhvdir. Bu məncə bizim özümüzə elədiyimiz ən böyük səhvdir. Çünki qaydaya baxa-baxa test işləmək yanlış bir düşüncədir. Çünki biz qaydaya baxa-baxa indi test işlədik. Sabah o qayda bizim yadımızdan çıxacaq və bu da yaxşı bir şey deyil. Ona görə də tövsiyəm budur ki, əvvəlcə dərsə başlamamışdan əvvəl bütün qaydanı yaxşı bir şəkildə oxuyub anlayın. Baxın, oxuyun demirəm, əzbərdən yeni demirəm. Anlayın, qaydanı anlayın. Bu qaydanı anlamasaz siz bu testi yaza bilməyəsiniz. Bəli dostlar, nəhayət mən mətnlərimi də bitirdim. Bugünlük dərslərim bitdiyinə görə video da bitdi. Əgər videomu bəyəndinizsə bəyənməyi, şərhlərdə daha nə cür videolar istəyirsiniz onları bildirməyi unutmayın. İndi isə hələlik.